İndi bozbaş pişiririk. Kətdən gətirdiyimiz toyuqlardan. Toyuqdan daha doğrusu. Axırıntısı qalıb. Yuyub təmizləmişəm. Petdə nəyi? Cigər, hanı cigər? Əsas mənim sevdiyim cigər. Bu mənimdir. Kartoşkalarını qoyuruq. İndi başlayırıq pişirməyə bozbaşı. Вот, кстати, deməli, kərə yağında, sirviçni yağda. Soğanı qovururam. Adətən ət bozbaşına turşu atırlar, amma mən toyuq bozbaşına da atıram. Mamamın turşularından duzun yudum. Çox tatlı olur. Şipovnik, fırını dəmləyirəm. Yudum. Attım bura. Biraz da qalbika eləyək, qaragilə. Bundan da dəmliyə ataq bura. Məni çəkmə ha, ancaq əllərimi. Bu deyəsə az olacaq. Yox, təzədən doldurum, qoyum qaynasın, üstünü doldurum. Deməli, bugünkü menyumuzda qabaçkidir, qabaçokla kartoşka, toyuq. Axırda da üstünə pomidor da əlavə eləyəcəm. Sol, duzunu əlavə elədim, sarı kök, sarımsaq tozu, istiot. Вот, indi buna ketçup, tomat əvəzinə ketçup vururam. Rəzilsam. Mayonez vuracam, indi hamısını qarışdıracam, göstərəcəm. Hər şeyin əlavə elədim, duru yağda əlavə elədim, ketçup, mayonez. İndi mən bunu perçatkalarımı geyinib qarışdırıram. Belə qoyuruq. Deməli belə, indi bunu verirəm duxovkaya. Deməli, hardasa bir 200 dərəcədə, əvvəl 200-ə qoyacam. Sonra yavaş-yavaş endirib 180-də bir, nə bilim 40 dəqiqə falan pişəcək. Üzünə də fayqa keçirdim. Sonra yarısında fayqanı çıxaracam ki, qızarsınlar hamısı. Neyinirik indi hər şeyi vurduq, unutmadıq da heç bir şeyin. Bol yağda. Yağ da burada neydi? Sosiska, желтый сыр, Holland pendiri, lavaş, smetan, yumurta. Qarışdıracağım buna. Burada qızardacağım. Uşaqların məktəbinə pişirirəm.
xəmirin içinə saska qoymuşam. Bu da belə bir şeydir. Belə xəmirə hər şeyi vurmuşam. Göyərti, tvorog, yağ. Normal adi xəmirdir, yumurtası, unu filan. Belə qızardıram. İndi tez bazar hamısını xırda-xırda kubik doğrayıb tavaya əlavə eləyəcəm. Подоконника bak. Вы его не сделали? Нет, пока. Get getir de getir eləyim. Ты пока прочитай вот это. Ты пока прочитай вот это. Necə onu прочитать eləyim, görmürsən Zanita? Самое Лучший день рождения. Мой день рождения. Нурай, ты это сама написала все? Самый последний soğan eləyirik. Ona görə ki gözüm göynəməsin. Belə də eləyə bilərəm. Tez bazar. Vaxtımız yoxdur. Hamısını buraya doğradım. İndi bunun yağın, duzun, ədviyyatlarını hər şeyini əlavə eləyirəm. Biraz qovrulsun yağda, çox yox. Hamısı birgə. Sonra da dediyim kimi bulguru əlavə eləyəcəm. Vəsə. Bir diş sarımsaq. Bu qədər bəsdir. Bunun hamısını bura tökdüm. Oy, nə qəşəngdir. Bunu yuyub əlavə eləyəcəm.